Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədən dili üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master təlimçi və klinik hipnoterapevt Elnay Rəhimov Tambovski. Bugün daha dərin bir mövzuya giririk. Sevginin, aşıq olmağın sağaldıcı gücü doğrudurmu, yoxsa yanlışdırmı? Bu mövzuda reallıqlar nələrdir və bu mövzuda miflər nələrdir? Əgər biz işin psixoloji tərəfindən söhbət açsaq, sevgi, yəni dəstək, qəbul olunma, depressiyadan insanı qismən çıxarda bilir. Yəni, passiv ruh halı ilə mübarizədə insana motivasiya verir. Travmaların daha asanlıqla, daha sürətli sağalmasına yardım eləyir. Bu, o cümlədən xroniki ağrılar üçün də, psixoloji ağrılar üçün də keçərlidir. İndi gələk işin mənəvi qisminə. İnsanda həyat sevinci artır. Həyat sevinci artanda istər-istəməz immun sistemi də nə edir? Güclənir. Yəni, insan öz dəyərləri ilə yaşadığına görə problemlərlə baş eləmək gücü də artır. Daha sonra ölüm qorxusu azalmağa başlayır. Və ən vacibi, insan daha mübariz olur. Yəni, deyir ki, məsəl üçün, daşı sıxaram, suyunu çıxardaram. Amma indi gəlirik miflərə. Bəzən insanlar yanlışla bunun bioloji sferada da təsirinin güclü olacağını umurlar. Məsələn, xroniki yalan danışan biri. Məsələn, dələduz biri. Yəni, fırıldaqçıdır. Ondan bundan pul alır, ondan buna pul atır. İçki alüdəçiliyi, narkotik maddə alüdəçiliyi, qumar alışqanlığı, narsistik şəxsiyyət pozuntusu, psixopatik davranışlar və yaxud da psixopatik şəxsiyyət pozuntusu, duyğusal olaraq qeyri-stabil olan şəxsiyyət pozuntuları, məsələn, borderline şəxsiyyət pozuntusu, isteroid şəxsiyyət pozuntusu və ya paranoid şəxsiyyət pozuntusu. Bir sözlə, insanda xronikləşmiş ağır patologiyalardan söhbət gedir. Və bu mövzudan əgər söhbət gedirsə, insanlarda belə bir inanc formalaşır ki, məsələn, bir misal çəkim, bir xanım bir bəylə ailə həyatı qurmaq istəyir, lakin bəy içki alüdəçisidir, narkotik maddədən istifadə edir, avaradır, işləmir, yəni xroniki problemləri var. Xanım belə bir xəyala qapılır. Eybi yox, heç bir şey olmaz. Vaxt gələr, mən ondan ailə quraram, mənim şəfqətim, mənim ona verdiyim dəyər, mən ondan uşaq doğaram və o ata olar, atalıq hissi oyanar. O zaman hər bir şey düzələr. Normal işlə işləyər, içkini atar. Əgər narkotik maddədən əziyyət çəkirsə, narkotikanı istifadəsini dayandırar və yaxud da qumar alışqanlığını aradan qaldırar və yaxud da yox, məni vurur, məni söyür, amma mən ona həqiqətən də dəyərli olduğumu sübut eləsəm, həyatımı ona həsr eləsəm, saçımı onun üçün süpürgə eləsəm, o sağalacaq. Bax, burada artıq insanlar yanılırlar. Burada sevginin gücü mifdən ibarətdir sadəcə. Yəni, heç bir sevginin gücü xroniki xəstəlikləri müalicə edə bilməz. İnsanı alkoqolizmdən qurtara bilməz. İnsanı xroniki yalançılıqdan, xroniki xəyanətdən qurtara bilməz. İnsanı qumar alışqanlığından qurtara bilməz. İnsanı narsistik və yaxud da psixopatik şəxsiyyət pozuntusundan qurtara bilməz. Əksinə, nə qədər sevgi verdikcə, qarşı tərəf bir o qədər də ərköyünləşəcək, qarşı tərəf bir o qədər də qəddarlaşacaq
və qarşı tərəf bir o qədər də sərhədlərinizi zorlamağa başlayacaq. Yəni burada artıq sizdə inamsızlıq yaranmağa başlayacaq ki, sevgi deyilən zaten bir şey yoxdur. Eşkmiş, bunlar hamısı yalan şeylər imiş. Yəni bu da insanı aparır hara? Güvənsizliyə, sinizmə. Sinizm yəni nə deməkdir? Yəni başqalarının səmimi olduğuna dair şübhələrə, həyatla bağlı gözləntilərinin sıfıra enməsi və gələcəklə bağlı heç bir yaxşı bir şeyi ümid eləməməsi. Hətta bəzən elə ağır forma olur ki, insan ümumiyyətlə yaxşı bir şeyin olmasından belə qorxur ki, ardınca birdən pis gələcək. Sevdiyi adam, hansı ki abuzerdir məsəl üçün, ona hədiyyə alır, bilir ki, bu hədiyyənin bədəli sonra çox ağır olacaq, başına qalxacaq. Hə, mən sənə filan şey eləmişdim, sən də indi mənim üçün zəhmət çək, bunu elə. Yəni, sevginin, eşqin gücü, yəni mənəvi və psixoloji sferalarda həqiqətən də dəstəkləyicidir. Yəni, mübarizəyə təşvik edir insanı, insana həyat eşqi verir, insan, necə deyirlər, yaşamaqdan zövq alır, insan üçün həyat anlamlı olur, amma heç bir sevginin gücü bioloji patologiyaları müalicə etmir, təəssüflər olsun ki. Bəli, sevginin gücü bioloji patologiyaların müalicəsində köməkçi rol oynaya bilər. Məsələn, bir alkoqolizmdən əziyyət çəkən qadın deyə bilər ki, bax, mən səni yaxşı həkimlərə apara bilərəm, dəyişim üçün sənə şərait yarada bilərəm, hər cür dəstək verə bilərəm, amma sən yetər ki, müalicə olun. Sən yetər ki, deyiləni yerinə yetir. Sən yetər ki, bu şəraitdən yararlan. Mühit yarada bilər, amma bir başına o insanın özünü müalicə edə bilməz. Ona görə, əgər xroniki problemləri olan insanlarla rastlaşırsınızsa, heç bir zaman ümid eləməməlisiniz ki, sizin sevginizin sanki yaxşılaşdırıcı bir gücü var və onu müalicə eləyəcək. Bunlar hamısı mifdən ibarətdir. Diqqətinizə görə minnətdaram. Sağ olun.